Sualda deyilir: uzanmayan çəkisiz iplər vasitəsilə bloklardan asılmış iki cisim tarazlıqdadır. Şəkil 1. Bir müddət sonra dayaq kənarlaşdırılaraq cisimlər sərbəst buraxılır. Dayaq kənarlaşdırıldıqdan sonra M1 cisminin necə hərəkət etdiyini yazın. Kütlələr 4 kiloqramdır. Cisimlər sistemi sərbəst buraxıldıqda M2 kütləli cismin ağırlığı olacaq aşağı doğru 40 Newton. M1 kütləli cismin də ağırlığı 40 Newtondur. İpdə yaranan gəlinmə qüvvəsi burada T'dir, burada da T'dir, burada da T'dir. Onda bura düşəcək 2T. Aha. Nəzərə alaq ki, burada bir dənə tərpənən blokumuz var. Tərpənən blokda ipin təcili yükün təcilindən 2 dəfə çox olur. Və ipə bu cisim bağlandığından həmin bu cismin təcili bu cismin təcilindən 2 dəfə çox olacaq. Elə bir ipin təcili elə həmin bu cismin təcilidir. Aha, nə olacaq? Bu cisim aşağı doğru tutaq ki 2A təcili ilə hərəkət eləyəcək. M1 kütləli cisim isə yuxarı doğru A təcili ilə hərəkət eləyəcək. İndi hər biri üçün Newtonun ikinci qanununu tətbiq edək. Deməli, bu cisim yuxarı doğru yönəlmiş təcillə hərəkət eləyir. İpin gərilmə qüvvəsindən 40 Newtona çıxıb onun təcilini kütləsinə vurmaqla bərabərləşdirəcəyik. Yəni yazacağıq 2T minus 40 bərabərdir 4 kütləsi, təcili də A. Aha, bəs bu nə edir? Bu da aşağı doğru hərəkət eləyir. İpin gərilməsi isə bunun əksi istiqamətində yönəlib çıxıram. Bərabər edirəm kütləsi 4-dür, təcili amma 2A-dır. Aha, bu şəkildə. İndi bu tənliklər sistemini həll edək. Aşağının hər iki tərəfini, bu tərəfi də bu tərəfi də 2-yə vuraq. 42-yə vuranda 80 minus 2T bərabərdir. 4-ü də 2-yə vur. 8 vur 2A. Və indi bunları tərəf-tərəfə toplasaq 2T'lər gedəcək. 40 bərabər olacaq 20A-ya. A da bərabər olacaq 2-yə. Aha, bunun təcili deməli 2-dir. Bunun da təcili deməli 2A, yəni 4-ə bərabərdir. Deməli, biz tapdıq ki, təcil 2-dir. 2 metr böl saniyə kvadratı təcillə hərəkət eləyəcək. M1 kütləli cisim özü də ki, yuxarıya doğru bərabər yeyinləşən hərəkət eləyəcək. Sükunətdən başlayan hərəkət yeyinləşən olmalıdır. Yəni, yavaşlayan və yaxud bərabər sürətli ola bilməz.